Bir də mən istəyərdim ki, atlardan danışım. Son dövrlər uşaqlara qoyulan atlar həqiqətən də mənə çox qəribə gəlir. Bilmirəm sizə də elə gəlirmi ya yox. Uşağa ad qoyurlar Messi, Jorginho, Toni Kroos. Başa düşürəm, fanatı ola bilərsiniz. Amma yəni bunu qoymanın nə mənası var? Təsəvvür edin, müəllimə uşağı çağırır. Abala, Messi, gəl dərsi danış Messi. Görək necə öyrənmirsən dərsi Messi. Ya da məsəl üçün yığırıq, danışırıq da. Dən gedib deyirik ki, salam Ronaldo, necəsən? Sən o gün Messi ilə görüşdün. Uşaq böyüyəcək, utanacaq. Axı o da bir şəxsiyyətdir. Getmişdim asan xidmətə, şəxsiyyətimi yeniləyirdim. Mənim də növbəm elə çatmayıb. Baxıram ki, bir ad yazılıb. Baxın, adı deyəcəm sizə. Vallahi öz gözümlə görmüşəm. Bəlkə də inanmayacaqsınız. Yəni adın gözəlliyinə baxın. Qaytaran ad. Bəli. Mən də şəkil çəkdirməliyəm. Növbəm çatıb. Ölürəm də gülməkdən. Da özümü saxlaya bilmirəm. Özdə şəkil çəkəndə də gərək gülməyəsən də. Elə gülürəm, şəkil çəkən deyir ki, ay bala, biraz sakit dur. Gülmə. Bu şəxsiyyətə çəkirsən şəkil, gülməməlisən. Mən də deyə bilmirəm ki, day bu ad görmüşəm burada qaytaran. Adın gözəlliyinə baxın da siz. Bu nəyi qaytarır? Borc qaytarır. Kimə qaytarır bu borcu? Nə qaytarmaq istəyir? Düz deyə qabaqlar da var idi atlar, stəkan. Qalxoz qoyurdular bu atları. Amma ən mənə maraqlı gələn elə qaytaran oldu. Yəni mənasını tuta bilmədim. Hikməti nə idi? Mən başım çıxmadı. İntizar. İntizar adını uşağa niyə qoydular məsəl üçün? Bunun mənası nədir? İntizar, gözləmək, həsrət. Bu uşaq böyüyəcək şəxsiyyət olacaq. O uşaq böyüyəcək insanların arasına çıxacaq. Sonra ona gülüb deməsinlər də, ay Messi, futbolçu, gəl bura. Bu uşaq şəxsiyyət olacaq, özdə bu uşaq əsl Azərbaycan şəxsiyyəti olacaq. Milli ad qoyun, özümüzə uyğun ad qoyun ki, sabah uşaq Azərbaycanlı olduğunu bildirə bilsin o adıyla.